Bismillahirrahmanirrahim. Əziz zəvvarlarımız, hər birimizi salamlayırıq inşallah. Bu günə olan Kərbəla Məşəd, Kərbəla Nəcəf ziyarətimiz artıq baş tutur. Ki sizlərin sayəsində Allaha həmd olsun ki, Allah sizin kimi insanlarla bizi də bu yola inşallah dəvət edir və hər birimizi bu gözəl səfər münasibətilə təbrik edirəm. Həqiqətən də sizin yaxşı mənada bəxtiniz gətirib ki, sizinlə bizim dəyərli qrup rəhbərimiz Kərbəlayı Rasim qardaşımız inşallah gedəcək. Hər birimizə bu yolda uğurlar arzulayıram. Allah dualarımızı, ibadətlərimizi qəbul eləsin inşallah. Bizləri də dua eləyərsiniz inşallah. Buyurun. Ya Allah. Ya Allah, hər birinizi Uğur Travel şirkəti olaraq salamlayırıq. Xoş gəlmisiniz. Allah qəbul eləsin ziyarətlərinizi. İnşallah ki, bizlərə də dua eləyərsiniz. Sağ-salamat gedib, sağ-salamat qaydasınız. İnşallah ki, İmam Hüseyin əleyhissalamdan əcrinizi, mükafatınızı alasınız. Hal-hazırda iki qrupumuz ziyarətlərdədir. Birinci qrupumuz Ümrə ziyarətindədir. Məkkə-Mədinə ziyarətindədir Hacı Əziz qardaşın rəhbərliyi ilə. Allah sizlərə də nəsib eləsin ki, bizlərlə Məkkə-Mədinə ziyarətlərinə gedəsiniz inşallah. Bir qrupumuz da hal-hazırda Ədalət qardaşımızın xidməti altında Kərbəlaya inşallah ki, gedirlər. Görüşəcəksiniz orada da. Allah qəbul eləsin. Bizlərə dua eləməyi unutmayın inşallah. Ya Allah, Bismillahirrahmanirrahim. Uğur Travel şirkəti olaraq hər birimizi salamlayırıq. Allah ziyarətlərimizi ali dərəcədə qəbul eləsin inşallah. Amin. Allah nəsib eləsin, sağ-salamat gedib 7 imam, 4 peyğəmbər qəbrini, mübarək qəbirlərini ziyarət eləyə inşallah və sağ-salamatçılıqla evimizə dönək Allahın izni ilə. Allah bizləri bu yolda sabit qədəm olanlardan qərar versin. İnşallah bir neçə gün bundan əvvəl Bakı-Tbilisi yolu ilə Kərbəla zəvvarlarımız yola düşdüyü anda Cavid qardaşımız gözəl bir mövzuya toxundu ki, bu ayda bizim neçə il 2016-cı ildə aprel döyüşlərində şəhid olan qardaşlarımızı da inşallah bu yollarda unutmayaq. Allah Teala şəhidlərimizin ruhlarını şad, qazilərimizə şəfa versin inşallah. Allah əskər qardaşlarımızı yerin göyün bəlasından hifz eləsin. Allah şəhidlərimizin ruhlarını bizlər üçün duacı və şəfaatçı qərar versin inşallah. Allahın izni ilə burada sizin pasportlarımız var və şirkət tərəfindən hazırlanmış logolar var. Və inşallah nəzərinizə çatdıraq ki, daha doğrusu bilirsiniz. İnşallah ki, uçuşumuz Bakı-Bağdad reysini olacaq ki, artıq Ərbəyindən sonra demək olar ki, ikinci və üçüncü uçuşdur ki, Bağdad reysində baş tutacaq. Bizlər də Allah sizin ziyarətinizi qəbul eləsin, sizlərin vasitəsilə inşallah bu yola qədəm qoymuşuq və inşallah sağ-salamat gedib, sağ-salamat gələk inşallah. Və logolar sizlərə hər birimizə təhvil veriləcək. Xahiş olunur ki, gedən zəvvarın adı, familiyası çəkilən kimi önə gəlsin, pasportunu və logosunu təhvil alsın. Və logolar sizə təhvil veriləndən sonra bu cürünə hamı öz üzərində saxlasın zəhmət.